Hər vaxtınız xeyirli olsun, əziz arıçı dostlar, yoldaşlar, dəyərli müştərilərimiz. İyun ayının 9-u 2026-cı il Qax rayonu Alazan vadisindəyik. Köhnənin veteran arıçıları deyirdi ki, ağcaqanad bol olanda nektar axında bol olur, bol məhsul olur. Razılaşırıq hardasa. Üstü qabı körükdür. Günüzlər arıda istifadə olunur. Axşam çağı da bax belə ağcaqanadları. Yəni heç bir vasitəyə tabi olmur buranın ağcaqanadları. Müəyyən spreylər var, alıb istifadə edirik. Baxmayaraq yenə də körük köməyimizə çatır. Belə köçər arıçılığın çətinliklərindən biri də budur. Ağcaqanadın iynəsinə tab gətirmək. Maşallah olsun, bu körüklərdə çox gözəl tüstü verir. Hər kəsə bol ruzi bərəkət, müştərilərimizə uzun ömür, can sağlığı arzulayırıq.